kim əziyyət versə, hədisdə var, hurrimətil cənnə. Cənnət ona haram olar. Sevgidə əziyyət versə. Bir dənə də bu sözü deyim, asasda mən inşallah zikri müsibətə üz tutum. Peyğəmbər deyir, kim onlara nəsə eləsə, mən balalarıma, birdən o cavab verməsə, şəxsən mən özüm cavabını verəcəm qiyamət günü. Məsələn, bir nəvə seyyidə bir ehtiram eləmişsən, o cavab verməyib qarşılıq. Peyğəmbər deyir, fəənə ucazik, özüm cavab verəcəm. Rahat ol. Mənim balamdır, narahat ol. Ona görə Bəni Ümeyyə bir ömür mübarizə aparıb. Həm Peyğəmbərlə. Çünki Bəni Üməyyənin müşkülü Peyğəmbər dördüyü, o həqiqət yolu idi, o Rəbbə gedən yolu idi. Onlar göylə yerin əlaqəsini itirmək istəyirlər. Onlar deyirlər, Allahın vəlisinə ehtiyac yoxdur. Nə ehtiyac? Biz varıq. Bəni Üməyyədən sonra Bəni Abbas da, o da bir cür. Onlar da seyidlər nə qədər qətlə yetiriblər.